Bilmirəm nədəndirsə, Samsung həmişə iPhone-ları Apple-ı məsxərəyə qoyur. Yəni pirkola tutur. Yəqin unutmamısınız ki, Apple ilk monoqaşlı iPhone 10-u təqdim etdikdən sonra Samsung hansı oyunlardan çıxdı? Bu dəfə də Samsung boş dayanmadı və Galaxy S25 Edge-in reklamında əlbəttə ki, iPhone-u pirkola tutdu. Yəni məsxərəyə qoydu. Samsung Galaxy S25 Edge və iPhone 16 Pro arasındakı çəki fərqini açıq şəkildə göstərdi. 163 qram ağırlığında olan yüngül Galaxy S25 Edge şarlarla tutulur, ağır iPhone 16 Pro isə yerə düşür. Samsung həmçinin Galaxy S25 Edge-in incəliyini vurğulayıb. Onun qalınlığı cəmi 5,8 mm-dir. Müqayisə üçün qeyd edək ki, iPhone 16 Pro-nun qalınlığı 8,25 mm-dir. Galaxy S25 Edge indi istehsalçının saytında əvvəlcədən sifariş üçün mövcuddur. 256 GB-lıq yaddaşa malik baza versiya $1100 təqdim olunur. Xatırladaq ki, Galaxy S25 Edge Galaxy S25 seriyasında 4-cü smartfon oldu. Edge-də Galaxy üçün flaqman Snapdragon 850 çipi və 12 GB operativ yaddaş var. 200 megapiksellik kameranı da unutmamalıyıq. Bəli, Samsung bu dəfə də tələsdi. Samsung Galaxy S25 Edge-i iPhone 16 Pro ilə müqayisə elədi. Amma bir şey unudub ki, 5,6 mm-lik iPhone 17 Air hələ təqdim olunmayıb. Görəsən, bu təqdimatdan sonra Samsung neyniyəcək? Özünün nazik Galaxy S25 Edge ilə fəxr edəcək, yoxsa daha da həmən smartfonu naziləşdirməyə çalışacaq? Daha bunu bilmirəm. Siz deyin, belə bir müqayisə düzdür, yoxsa yox? Cavablarınızı kommentdə gözləyirəm.